10 dekabr ailəmlə Kapadokiyaya səhər yeməyinə getmişdik. Bacım canlı açmışdı. Mən də oranın səhər yeməyini hekayəmdə paylaşmışdım. Bir oğlan yazdı ki, razı qaldınızmı restoranımızdan? Mən də həmişə oradan razıyıq demişdim. Dedi ki, orada olsaydım gözəl qulluq edərdim. Mən də hə deyib biraz sosial şəbəkədə danışdıq. Bir gün yazdı ki, neynirsən? Dedim, ıslaq kek bişirirəm. Dedi, çox sevirəm. Dedim, işdən çıxanda gəlib yeyərsən. Dedi, başqa vaxt gələrəm, ikimiz də yeyərik. Dedim, o vaxt bu vaxt olsun. Konum atdım, gəldi, danışdıq. Utandığımdan yeyə bilməmişdim. Hər günümüz birlikdə keçirdi, bağlanmışdım artıq. Ona aid dəftər də tutmuşdum, ciddidik. Dedi, gəzməyə Hacıkəndə gedək. Razılaşdıq, axşamı dalaşdıq deyə dedim, getməyəcəm. Amma getdik, özümü çox xoşbəxt hiss edirdim. Yeni ildə bir-birimizə hədiyyə almışdıq. Mən ona lip almışdım. O isə mənə aycıq və fincan. Get-gedə məndən soyuq davranmağa başladı, yazmırdı. Sonra ona uzun mesaj yazaraq ayrıldım. Sosial şəbəkədə yazdı ki, bir də olmayacaq, şans ver. Sevirdim deyə barışdım və yenə də soyuq davranmağa başladı. Mən də bloka atdım, hər gün ağlayırdı. Onunla keçən xatirələr gözümün önündən getmirdi. Bacım və padruqam mənim pis olduğumu görüb ona məndən xəbərsiz zəng vurublar. Deyib ki, mən onun bu qədər pis olduğunu bilmirdim. Bir də onu narahat etmərəm, biz sadəcə dostuq. Bacım da deyib ki, sən hər dost olduğun qızın əlindən mi tutursan? Dedi ki, əvvəl sevgili olduq, amma alınmadı. Mən də yazdım ki, hər şeyi sənə görə gözə almışdım. Ahım yerdə qalmayacaq. Dedi ki, nə etmişəmsə halal xoşun olsun. Mən də dedim, sən heç nə etməmsən, başda sevgi verdin, o da burnumdan gətirdin. Səhərsi ən yaxın dostu mənə yazdı ki, sən çox saf qızsan. O sənə layiq deyil, səni vecinə belə almır. Soruşdum ki, sevgilisi varmı? Dedi, ilk sevgilisini hələ də unutmayıb. İndi mən nə etməliyəm, onu bilmirəm. Qızlara məsləhətim, heç kəsə bağlanmayın, oxuyun, öz ayaqlarınızın üzərində durun.